Vətən sevgisi elə bir duyğudur ki, onu nə pulla almaq, nə də sözlə ifadə etmək olar. Bu sevgi insanın qəlbində doğulur, böyüyür və lazım gəldikdə insanı vətən üçün can verməyə qədər aparır. Elə Səfəralı Məmmədov da belə bir insan idi. O qəhrəmancasına vuruşdu, qorxmadı, geri çəkilmədi. Çünki bilirdi, vətəni qorumaq ən böyük şərəfdir. Onun igidliyi, mərdliyi və vətən sevgisi bugün bizim üçün bir örnəkdir. Biz bəzən qəhrəmanlığı filmlərdə, kitablarda axtarırıq. Amma qəhrəmanlıq elə bizim torpağımızda, bizim xalqımızın qanında var. Səfəralı Məmmədov da bu torpağın yetişdirdiyi igid oğullardandır. Biz onların yolunu davam etdirməli, vətənimizi daim sevməli və qorumalıyıq. Qəhrəmanlar unudulmur. Onlar xalqın yaddaşında, millətin ürəyində əbədi yaşayırlar. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bilirəm heç zaman şəhidlər ölməz. Şəhidli torpağa vətən deyilir. Şəhidi olan bir vətən bölünməz. Şəhidsiz bir ölkə vətən deyildir. Qarabağ bizimdir, bizim olacaq. Şəst ilə söyləyir şəhid atası. Bu vətən oğlunu unutmayacaq. Başını uca tut şəhid anası. Rahat yat məzarda şəhid qardaşım. Qisasın alındı xain düşməndən. Hər bir kəs əyərək önündə başın. Qürurla danışır igidim səndən. Sən bizim fəxrimiz, qürurumuzsan. Kimlər seçmədi ki sən seçən yolu. Sən getdin, can qopdu bu canımızdan. Səfəralı yurdu